Salam əziz dostlar. Keçən dəfə bir 13-14 yaşında bir qızın intihar xəbərini gördüm. Çox üzüldüm. Mənim də 13 yaşında bir qızım var. Bu tipli hadisələr tez-tez olmağa başladı. Cavan uşaqlar, məktəbli uşaqlar intihar edirlər. Bəzən bu dava şəklində olur, cavan oğlanların bir-birini bıçaqlamağı filan. Və yaxınlarda bir də əxlaqsız hadisələr filan oldu məktəb uşaqları arasında. Bütün bunlar bizə bir mesaj verir. Məncə bunu Təhsil Nazirliyi, ölkənin intellektual səviyyəli insanları, ziyalıları, deputatları, artıq bu işlə məşğul olan hər hansı əlaqədar insanlar bu iş haqqında bir həll yolu düşünməlidirlər. Mənim fikrimcə bir vətəndaş olaraq bir din dərsi, əxlaq dərsi, bir ara həyat bilgisi dərsi var idi. Bunun kimi bir həll yolu ola bilər, bunun kimi bir addım həll yolu ola bilər. Çünki uşaqlarda mənəvi boşluq, əxlaqi boşluq bunları etməyə sövq edir. Biz Azərbaycan xalqı müsəlman bir xalqıq. Ona görə ən azından müsəlmanlığın, İslamın minimal şərtlərini bilsələr, peyğəmbərlərinin, dinin necə həlim-səlim insan olmağa insanları yönləndirdiyini öyrənsələr, dinin insanın əlindən və dilindən əmin olmağa insanları çağırdığını bilsələr, ondan sonra intiharın böyük bir günah olduğunu öyrənsələr, zaten intihara götürən yolları da dinlə həll etmək olar. Bir uşaq taleyi ilə razı olar, nə yaşadığını, necə yaşadığını, Allahın bir təqdiri olduğunu düşünər, təbii ki, iradəsi ilə həyatını da yaşayar, öz hədəfləri istiqamətində hərəkət edər. Bütün bunları bir bütün halında minimal səviyyədə uşaqlara öyrətmək lazımdır ki, tədrisin yanında təlim və tərbiyə də olmalıdır. Bu uşaqlar elm öyrənərkən, texnologiya öyrənərkən, yüksək hədəflər uğrunda mübarizə apararkən mənəvi tərəfini də doldurmalıdır. Mən uzun müddətdir İndoneziyada yaşayıram və burada dərsliklərdə din anlatılır, din dərsləri olur. Mənəviyyat dərsi ola bilər, Azərbaycan üçün deyirəm. Və müxtəlif dini cərəyanların, bəzi radikal dini qrupların da elə bir şeyi yoxdur burada. Çünki tədris, təlim tamamən Təhsil Nazirliyinin necə deyək, inhisarındadır. Ona görə də elə bir bununla bağlı bir problem yaşanacağını düşünmürəm. Sadəcə olaraq dövlətin nəzarətində bu uşaqlara mənəvi və əxlaqi dəyərlər bəhs edilməlidir, təlqin edilməlidir ki, bu uşaqlar xəbərləri olsun. Və mən fikrimcə bu böyük ölçüdə bu problemləri aradan götürəcək. Başqa səbəblər, yəni psixolojik səbəbləri də əlbəttə ki, araşdırılmalıdır. Bəlkə psixologların tövsiyələri nədirsə ona baxıla bilər. Amma məncə bu bir həll yolu ola bilər.